Avropa İttifaqı və parlamenti belə demokratik idisə, dünyanın ən köklü demokratiyasına sahib olan Böyük Britaniya niyə ayrıldı? Avropa İttifaqında qanunları xalqın seçdiyi deputatlar deyil, təyinatla gələn Avropa Komissiyası təklif edir. Britaniyalılar soruşurdu: biz tanımadığımız, seçmədiyimiz və vəzifədən kənarlaşdıra bilmədiyimiz bir bürokratın bizim üçün qanun yazmasını niyə qəbul etməliyik? Bu demokratiya deyil, rəsmi diktədir. Avropa Parlamenti vitse-prezidentinin evindən pullar çıxanda maskalar düşdü. Britaniya daxildən sürmüş bu aparatın bir hissəsi olmaqdan imtina etdi. Üstəlik, ittifaq daxilində Fransa və Almaniyanın maraqları hər zaman ön plandadır. Britaniya hər həftə Brüsselə 350 milyon funt sterling ödəyirdi. Londonun pulu ilə Şərqi Avropanı abadlaşdırırdılar. Amma London öz sərhədlərinə nəzarəti itirmişdi. Britaniyanın Ali Məhkəməsi deyil, Lüksemburqdakı hakimlər son sözü deyirdi. Bir ölkənin qanunu öz paytaxtında deyil, başqa şəhərdə yazılırsa, orada xalqın iradəsindən danışmaq olarmı? Britaniya Avropa İttifaqı və parlamentindən çıxmaq istəyəndə Brüssel ona ən ağır şərtləri qoydu ki, qurumdan çıxmasın. Bütün bunlara baxmayaraq 21 yanvar 2020-ci ildə Böyük Britaniya həm Avropa İttifaqından, həm də Avropa parlamentindən çıxaraq əlaqələri kəsdi.